Həmişə hər yer işıqlı olmur. Sadəcə düyməni tapıb işığı yandırmaq kifayətdir. Günəş dünyanı işıqlandırdığı kimi, həyatınızı işıqlandırmaq öz əlinizdədir. Tutduğun mövqedən fiziki cəhətdən asılı olmayaraq, sən öz dəyərini özün yarada bilərsən. Və inandırım sizə ki, əl arabası burada heç bir rol oynamır. Özümüzü onlara sübut eləmək istəyirəm, belə deyək. 50 olan insanlar da yəni işləyə bilər, oxuya bilər, hətta rəqs eləyə bilər, bunu belə deyim. İlk dəfə Paralimpiya çempionu olanda mənə dostlarım təbrik edirdi ki, İlham, sən idmanda olan ən yüksək zirvəni fəth elədin. Mən dedim, yox, bundan yüksək. Mənə gülə-gülə dedilər ki, İlham, Olimpiya çempionundan yüksək nə ola bilər? Dedim, 2 qat Olimpiya çempionu. Siz gördüyünüzü mən hiss eləyirəm. Yəni, amma mən hiss elədiyimi siz görmürsünüz. Sən var qüvvəsi ilə özünün nəyin varsa qabağa qoyursan və ümidsiz yerdə tanıtırsan, özün göstərirsən də əziyyət çəkirsən. Mənim elə ən yaxşı olur, elə odur. Odur ki, mən özümə inanmasam heç bir şey əldə elə bilmərəm. Uşaqlıqda məşq etdiyim zaman bir günlə bir məşqlərimiz olurdu. Mən amma istəyirdim hər gün məşqə gedim. Çətin heç nə deyildi. Çünki o ağır məşqdə olan o əziyyəti mən əziyyət kimi qəbul eləmirdim. Bu işi sevirdim. Yəni istəyirdim daha da bundan ağırına girim, daha da bundan ağır ilə məşğul olum. Ona görə mənə heç nə çətin deyildi. Bayrağımızı qaldırarkən keçirdiyim hisslər analıq hissi qədər əzizdir mənə. Planda keçirilən hissləri izah eləməyə çox çətindir. Bunu yaşamaq lazımdır. Bu idman növü mənə azadlıq verir. Planda mən azad olurum. Düşəndə isə mənə ancaq nəticə maraqlandırır. Yarışlarda qorxu hissini boğmağa bacarıram. Ancaq qələbəni fikirləşirəm. Mən həm fiziki hərəkət edirəm, idman eləyərək, həm də ki, necə deyim sizə, mənim ruhum da qidalanır bununla. Bu idman növünə başlayanda məndən uzun bir müddət səs çıxmırdı. O emosiyalar yox idi. Amma bu işin içinə girdikcə, o emosiyalar öz-özünə yaranmağa başladı. Mən özüm də fərqinə varmadım ki, haçan batıranda qışqırmağa başlayıram. Və qışqıranda əvvəlcədən hansısa bir sözü əzbərləyib qışqırmıram. Həmin anda ağlıma nə gəlirsə içdən gəlir və o səsi çıxarıram. Mən əl arabasına oturandan sonra cəmiyyətə faydalı olmaq istəmişim. Mən bugün bizim əlil qardaş və bacılarımıza müraciət edirəm, bizim hərəkətə qoşulmağa dəvət edirəm. Bu hərəkətə qoşularaq siz bu cəmiyyətdə öz gərəkliyinizi, bu cəmiyyətdə öz fəal mövqeyinizi göstərəcəksiniz və beləliklə də öz gələcək həyatınızı quracaqsınız. Biz BP şirkəti olaraq Azərbaycanın paralimpiyaçılarına dəstək verməkdən qürur duyuruq. 2012-ci il London yay oyunlarında biz 4 Azərbaycanlı paralimpiyaçıya dəstək olduq və onları yaxından tanıdıq. Və onlarda ən azı bizim şirkət olaraq əsas dəyərlərimizdən 3-ünü gördük. Bu da cəsarət, hörmət və kamillikdir. Bu insanların özlərinə qalib gəlmək, öz ləyaqətlərin dünyaya sübut etmək cəsarəti bizi heyran etdi. Biz onlara öz dəstəyimizi davam etdirəcəyik. Qarşılayın, biz gəlirik. Bir daha dayanmamaq üçün gəlirik. Qələbə üçün gəlirik.